dostlar, hürmetli babaklar, hamınızı çok gördük. Bugün üniversitemizde hakikaten de alametler gündür. Çok müteber bulaklar bizim şahit edilir. Üniversitemizde belə bir mərkəzimiz Qərbaz Vətən İcması iştirakında belə bir mərkəz açılır. Mərkəz bizim hamımızın ürəyimizin içində yerləşir onsuz da. Və indi o mərkəzin ayrı-ayrı şöbələri müxtəlif qurumlarda fəaliyyət göstərməyə başlayır. Mən bu mərkəzimizi fəaliyyət göstərən bir mərkəz kimi tanıyıram və bu fəaliyyət Azərbaycanın bütövlüyü naminə olacaq, Azərbaycan həqiqətlərinin çatdırılması naminə olacaq, Azərbaycan prezidentinin siyasi xəttinin aydınlaşdırılması və yeridilməsi xətti ilə olacaq. Bu bizim siyasi bir istiqamətdə hərəkətimizi göstərəcək. Mən hətta Həqiqət xanıma dedim ki, mərkəzin müdürü Həqiqət xanım Üniversitetin Xarşəqən müdürü. Həqiqət xanıma dedim ki, bu mərkəzdə hətta o biri korpusumuzun tələbələri də gəlib dərs keçmələri çox vacibdir ki, buradakı ab-hava başqadır, girəndardır, elə bir ki, qərbi Azərbaycandasan. Ona görə də mən inandırmaq istəyirəm qonaqlarımızı da, bizim həmkarlarımızı da ki, buradakı fəaliyyətimizi, sizi bütün üniversitet adından, təcrübə bu binanın təcrübə fakültə adından deyil, bütün üniversitet adından. Üniversitetimizin tələbələri bugün ən müxtəlif yerlərə təcrübəyə gedirlər. Teşekkür edirəm, abimlərimiz teşekkür edirəm, məsləhətləri ilə onlar bu işdə bizə yardımçılıq edəcəklər. Biz də üniversitet olaraq əlimizdən gələn eləyəcəyik ki, sizin səsiniz, sorağınız təkcə Azərbaycandan yox, Ermənistandan da gəlsin. Və artıq Qərbi Azərbaycan, Şərqi Azərbaycan olmasın, biraz bunda tutur Azərbaycan. Sağ olun. Qərbi Azərbaycan bizim tarixi torpağımızdır. Bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə yeksan edib, dağıdıb, Azərbaycanlıların tarixi irsini silmək istəyib, ancaq buna nail ola bilməyib. Çünki tarix var, sənədlər var, xəritələr var və bu binada nümayiş etdirilən 20-ci əsrin əvvəllərinə təsadüf edən xəritə bir də onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır. Şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır. Hörmətli tədbir iştirakçıları, mən də hər kəsin salamlayıram. Və bugünkü tədbirə görə Azərbaycan Dillər Universitetində Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin açılmasına görə hörmətli Kəmal Mərdbaşlı olmağından Dillər Universitetinin bütün kollektivinə, icmamızın təşəkkürünü çatdırıram. Heç şübhəsiz Qərbi Azərbaycana qayıdış məsələsi bugün dövlətimiz üçün, millətimiz üçün strateji məsələdir. Video çarxdan da gördüyümüz kimi bu məsələ Cənab Prezidentin həmişə diqqət mərkəzində olub. Elə Qərbi Azərbaycan icmasına 2022-ci il dekabrın 24-cü günündə gəlişi və oradakı tarixi çıxışında bu mübarizənin demək olar ki, Cənab Prezident hörmətli Kəmalın bütün detallarını orada açıqladı və açıq şəkildə bildirdi ki, Qarabağ müharibəsindən sonra Azərbaycanın strateji hədəfi
tarixi torpaqlarımızda qayıdışdır. Bu insanlarımızın tarixi haqqıdır. Beynəlxalq hüquqa söykənən haqqıdır. Və burada da dönə-dönə deyildiyi kimi Cənab Prezident bildirdi ki, bu qayıdış dinç yolla olacaqdır, ləyaqətli qayıdış olacaqdır və o insanların təhlükəsizliyini təmin eləmək şərti ilə olacaq. Amma ali məktəblərimizdə, təhsil ocaqlarında bu məsələnin gündəmdə saxlanması bizim üçün prioritet məsələdir. Çünki bu məsələ insanlarımıza vaxtında çatdırılmalıdır. Çünki beynəlxalq müstəviyə çıxmamışdan əvvəl daxili auditoriyada bu məsələ kifayət qədər aydın olmalıdır. Çünki tələbələrimizə, siniflərdə şagirdlərimizə çatdırılmalıdır ki, bu məsələ sona çatana qədər insanlarımız bu qayıdış ideyasına köklənmiş olsun. Çünki bunu dəfələrlə təkrar eləmişik, xalqımızın da, dövlətimizin də gələcək təhlükəsizliyi Qərbi Azərbaycan qaçqınlarının öz ata-baba torpaqlarına qayıtmasına həm də bağlıdır. Bugün auditoriyalarda olan tələbələr sabah özləri auditoriyalara girəcəklər. Hər kəs bir ailədən çıxıb gəlir, o ailəyə gedəcəkdir. Ona görə ali məktəblərdə bu təbliğatın aparılması, yəni bu həqiqətlərin, Qərbi Azərbaycan həqiqətlərinin çatdırılması son dərəcə vacibdir. Və heç şübhəsiz Dillər Universiteti ilk gündən bu məsələyə öz töhfəsini veribdir. Biz hörmətli Kamal müəllimin təşəbbüsü ilə bu dəfələrlə Dillər Universitetində Qərbi Azərbaycan məsələsi ilə bağlı tədbirlərdə toplaşmışıq. Bu gün artıq növbəti belə bir tədbirdəyik. Şübhə eləmirəm ki, bizim Qərbi Azərbaycan icması ilə 5 addımlıqda yerləşən bu mərkəzdə bizim görüşlərimiz tez-tez keçiriləcəkdir. Nə vaxt istəsəniz Qərbi Azərbaycan icmasının özünün binasında hər cür şərait var və buradakı tələbələrin tədbirlərini, müəllimlərin tədbirlərini orada da həyata keçirə bilərik. Şübhəli hesab edirəm ki, bundan qabaq da Dillər Universiteti bizim bir çox mətnlərimizin, kitablarımızın müxtəlif dillərə tərcümə olunmasına dəstək veribdir. Çünki Dillər Universitetinin çox böyük imkanları var və bundan biz gələcəkdə də istifadə edəcəyik. Hər Həzrət xanımın təyin olunmağı, bu da çox sevindirici bir haldır. Nəyə görə? Çünki illər bundan öncə də Həqiqət xanım Azərbaycan Qaçqınlar Cəmiyyətində biz fəaliyyət göstərəndə də bizim xarici əlaqələrlə belə deyək, Türklər demişkən görevli olubdur və bizim Hollandiya ilə, Almaniya ilə əlaqələrimizin, oradakı sözdaşlarımızla əlaqələrimizin yaradılmasında öz töhfəsini veribdir və bundan sonra da elə hesab edirəm ki, bu mərkəzlə bizim əlaqələrimiz daha çox olacaqdır. Hörmətli Kamal müəllim də buna görə bizə hər cür şəraiti indiyə qədər necə ki yaradıb, bundan sonra da yaradacaqdır. Bir daha təşəkkür edirəm. Cəmiyyətin idarə heyətinin professor Məhərrəm Qudurlusu. İnşallah bu mərkəzin, torpağın yaradılması bütün Azərbaycançılığın en güzel mümkünüdür. Ama ben bir Azərbaycanlı olarak Qərbi Azərbaycan'a qayıdışın dönməz yolcularından biriyim. Ve mənə elə gəlir ki, bizim tələbələrə bugün deyəcəyimiz nə varsa biz bilirik. Ama tələbələrə də nəsə deməliyik, maarifləndirməliyik. Yəni onlar Qərbi Azərbaycanın mahalları, onun coğrafiyası, tarixi, laf elə mətbəxi, folkloru, hər bir cəhəti haqqında bütün məlumatları bilməlidirlər. Yəni silahlanmalıdırlar. Yəni elmlə silahlanmalıdırlar və bu gün Respublikamızda bildiyiniz kimi çox sayda ali məktəblər var və o ali məktəblərdə bu yoxdur. Olsa yaxşıdır, hər universitetdə bir Qərbi Azərbaycan araştırmalar mərkəzinin olması həmin universitet tələbələrinin maariflənməsi deməkdir.
daha çəkdim. Ben bir şey diyeyim, Mahir Hanım'ın sözünü duyuyor. Deməli, Türkiye müharibə zamanı bizde burada 20'den çok dil öğrendik. Japon dili, Çin dili, Kore dili, İngilizce dili, Amerikan dili. Ve Hörmətli Kəmal müəllim, hörmətli Əziz müəllim, hörmətli Mahirə xanım, əziz dostlar, Qərbi Azərbaycan birləşəndə hamımız birimizlə yaxın dostluq belə oluyub. Hamınızı salamlayıram və Kəmal müəllimə xüsusi təşəkkürümü bildirirəm. Elə zirvəyə yaxın bir addımdasınız. Çox tarixi bir məsələdir. Həqiqət xanım da təyin eləmişsiniz, təşkil edibdir, sağ olsun. Bu iki hissələrə baxın. Bir getmək son mərhələdir. Ancaq getməyə qədər milli ideologiyamızı bu istiqamətdə strateji bir vektorla hazırlamaq lazımdır. Yəni bütün xalq bilməlidir, xüsusilə gəncləri mən nəzərdə tuturam. Tələbələri nəzərdə tuturam ki, bunlar bilməlidirlər ki, o torpaqlar bizim olur. Cənab Prezidentin siyasətinə cavab vermək, onun tapşırıqlarını yerinə yetirmək hər birimizin bu cümlədə xüsusi olaraq rəhbər etkilərin bir nömrəli vəzifəsidir. Siz özlərində düşən vəzifəni həm bir rektor kimi, həm görkəmli bir alim kimi, həm bir vətəndaş kimi, eyni zamanda bugün Qərbi Azərbaycanla bağlı Cənab Prezidentin tapşırığına, siyasətinə cavab verən bir böyük şəxsiyyət kimi sizə təşəkkür edirəm ki, Azərbaycan Prezidenti əldə etdiyimiz tarixi zəfərdən sonra xalqımızın qarşısında yeni vəzifə müəyyənləşdirdi, yeni məqsədlər müəyyənləşdirdi. Buna Qərbi Azərbaycana qayıdırız. Ona görə də bu tədbirlərin keçirilməsi, bu cür mərkəzlərin açılması hər şeydən öncə Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi siyasətə hörmət etmək deməkdir. Həqiqətən ondan filmdə çox maraqlı bir məsələ vardı. Azərbaycan Prezidenti dedi ki, bizi Qarabağa qaytaran tarixi yaddaşımız oldu. Bizi elə Qərbi Azərbaycana qaytaran da tarixi yaddaşımız olacaqdır. Və məncə bu cür mərkəzlərdə biz üç şey öyrənəcəyik. Birincisi, tarixi yaddaşımızı yeniləcəyik, tarixi kimliyimizə qayıdacağıq. İkincisi, siyasi mübarizə yolları və üçüncüsü isə necə qayıdaq sualının cavabının hüquqi aspektlərini axtaracağıq. Mən əminəm ki, burada olan şərtlər və şərait tam onların hamısını təyin edəcək. Burada yaradılmasına görə çox sevinirəm. Açıkçası bu belə işlərin bölgələrdə də görülməsinə görə hörmətli əzizlərimizə şikayət edirəm. Mən Başqarasiyənin nəticəsi ilə tanışlıq edim Kəmal müəllim bu hissələri çoxdan tanıyırım. Deməli, Kəmal müəllim, bizim ictimai təşkilatımız var, Aşqarasiyə adına, Dədələskər Ocağı bizim təşkilatımızdır. Və biz bir çox tədbirlər həmişə həyata keçiririk. Və mən çox sevinirəm ki, xüsusilə belə tədbirlər bir neçə il bundan öncə sizin bu universitetdə böyük bir tədbir keçirildi. Mənə çox xoş oldu ki, xarici dildə olan tələbələr Aşqarasiyənin şeirlərini dedi. Biz əsas nə etməliyik ki, bizim millətimizdə ki, bizim millətə xas olan xüsusidir. Rəqsdə yallıdır, belə musiqi alətdə sazdır, aşıq sənətidir xüsusidir. Bunları nətər biz sevdirməliyik, bunun bir növ açarını tapan olur. Məmmədəli gənclərə nətər sevdirə bilərik bunu? Bakı şəhərində mən təklif eləmişdim ki, nətər ki, muğam mərkəz yarandı, muğam mərkəzi olduğu kimi, Aşıq Ozan sənətində bir mərkəzi yaranmalıdır. Bəli, Azərbaycan Aşıq Muzeyini yaradılıb. Yəni bu çox yaşlı, istəyənlər Tovuzda olsun, Göyçəli olsun, məsələn Qazaxlı olsun, bunları məcbur deyiləsə, bu saz çalacaq veriləcək. Bunları qadağan da qoysa mümkündür. Bu sazı, çünki bunların ürəyində, qanunda bu saza meyillidir. Bizə lazım ki, Bakı şəhərində bunu təbliğ edir, gənclərimizə təbliğ edir. Yani ilk defa onun dediği çok qəribə mifoloji yanaşma üsulu var. Yerin, göğün, gülüşün, binası, əsl bünövrəsi aynədən oldu. Göy yerdən, yeri göydən kim seçdi? Hikmətin binası aynədən oldu. Bak bu misra var, yeri göydən, göy yerdən. Bu mifoloji misradır. Yani ilk olarak tüm dünya mitolojiyalarında, Yunan'da, göyle yerin birbirinden aralanmasıyla hayat başlar. Bunu bu necə fəhmlər ya? Ben bunu yazmışam. Ben bunu yazmışam ve pərəstiş eləmişəm.
sizə təşəkkür edirəm. Dədə Ələsgər Ocağı İctimai Birliyi adından həmişə evli olan, var olsun, gözəl telli sazımız Qərbi Azərbaycanımızda inşallah sizə. Yaxşı və çox eyləm. Hünkâr Azan dedim ey belə qasabama məskənim sən ay ata baba məskənim sən ana yurdum elim göçər elim göçər elim göçər ünvanımı soruşanda ünvanımı soruşanda yeser değil dilim göçer dilim göçer dilim göçer dilim göçer Göyçə qədim Göyçə ulu Göyçədir Göyçərlər dağılmayın Göyçədən Soğulcada öptü bulut gəldi çayın içindən Göyçərlər dağılmayın Göyçədən Əsil qartal məskən salar qayada Ağ aşığı Ələsgəri sal yada Alı kimi alı hanı dünyada Göyçərlər dağılmayın Göyçərlər Bizim universitetimizdə bayaq qeyd elədik, birinci dəfədir Qərbi Azərbaycana aid olan konferanslardır, seminarlardır keçilir. Və mən bizdə olmağının, mərkəzin burada olmağının əsas mən düşünürəm ki, daha vacibliyi bizdə xarici tədris daha çox olunur. Ən azından 20 dil bizdə bayaq qeyd elədik. Dillər tədris, müxtəlif dillər tədris olunur və içində xüsusilə erməni dilinin olmasını bayaq mən əksəriyyəti bilmirdim. Bəli, bizdə həm də erməni araşdırmalar mərkəzi var. Biz o erməni araşdırmalar mərkəzində belə digər yerlərdə yoxdur. Bugün biz onların vasitəsilə 44 günlük müharibədə qələbə çaldıq. Əslində biz informasiya müharibəsində cənab prezidentimizə, dövlətimizə dəstək olduq. Çünki bayaq Kamal müəllim qeyd elədi, bizim hər birimiz, eləcə də tələbələrimiz müxtəlif dillərdə onlara öz dillərində biz cavab verdik. Əvvəlki illərə baxanda həqiqətən də biz indi informasiya müharibəsində çox dəstək olduq və öz sözlərimizi deyə bildik. Bir də Kamal müəllim müxtəlif ölkələrdə olanda, konferansda ya hardasa olarkən, biz Hollandiyada olanda, Əziz müəllimə bunu dildə demişəm, onlardan soruşduq ki, niyə siz ermənilərin tərəfində hər zaman dayanırsınız, dəstək olursunuz? Bizə orada parlamentdə biz görüş keçirmişdik. Dediler ki, sizin də ölkələrdə hansısa bir broşura formasında nələrsə olsun, biz onları açıq deyək, amma sizin yoxdur ki. Və biz çox sağ olsun ki, Əziz müəllim o Qərbi Azərbaycan toponimlərini yazandan sonra onları müxtəlif dillərə tərcümə ilə verdi. Və bizim artıq o kitablarımız vasitəsilə biz Qərbi Azərbaycan, eləcə də Azərbaycan, bütöv Azərbaycan aksiyasını xarici ölkələrə çatdıra bilirik və Dillər Universitetinin tələbələrinin vasitəsilə biz onu geniş arenada çatdıracağıq və mərkəzin mənə gəlir ki, bugün burada açılması Mahirə xanım, sizə təşəkkürümü bildirirəm, Kamal müəllimə, Əziz müəllim və icmanın rəhbərliklərinə ki, çünki dəstək oldular. Mənə elə gəlir ki, fəaliyyətimiz bundan sonra daha da yaxşı inkişaf edəcək və mənə etimad göstərdiyiniz üçün hər birinizə dərin təşəkkür bildirirəm. Bunlar isə tələbələrdir, gənc müəllimlərlə Qərbi Azərbaycan həqiqətlərindən seminarlar keçirmək olar. Yəni bizim məqsədimiz əslində burada biz istəyirik ki, bütün tələbələrimizin hamısı. Mən istərdim ki, bu Mahirə xanım deyən seminarların dinləyiciləri ancaq bizim universitetin tələbələri olmasın. Siz yavaş-yavaş universitetdən kənara çıxın. Küçədən keçən adamlar var, Qərbi Azərbaycanlı. Bəlkə heç bir cəmiyyətdə yoxdur. Amma onlar o yerlərin, o torpağın havasını bilirlər. O yerləri tanıyırlar. Onlarla əlaqə var. Heç bir. Bizim məqsədimiz doğrudan da çox Qərbi Azərbaycana aid olan ziyalıların, yəni unudulmaması üçün onların tarixi günlərini,
anım günlərini qeyd edək, yəni sağdarsa onların tarixi yaşlarını qeyd edək. Eyni zamanda kitab təqdimatları və biz düşünmüşük ki, universitetimizin tələbələrinin hamısı heç olmasa hər qrup bir dəfə də olsa bu mərkəzdə olsun. Ən azından bu mərkəzə baxanda artıq onlar bir kitaba vərəqləyəcəklər. Bizim kollektivlarımız əyləşir. Mən də onlardan xahiş edirəm ki, dərsləri böləndə, deyirik ki, burada gəlib, bura boş qalmasın. Bir daha təşəkkür edirəm Tanınmış alimlərin köməyi ilə Qərbi Azərbaycan həqiqətlərini cəmaata xüsusilə gətirir. Yeni dərslər bizə öyrənir. Sizin öyrənələrinizi, babalarınızın oradan gələn vaxtı ilə 18-ci ildə mütələbələ götürəm, onun əvvəlkiləri yox. Oradan gələnlərin çoxu özü ilə bir tütüyə kimi bir xaricə gətirir. Onu indiyə gedərsə, dirək çəkək o adamları. Həm onlar özləri danışacaqlar, həm gənclər biləcəklər ki, bunların nələ babaları haradan gəlib, hara gedirlər və yolları yenidən hara. İnşallah Qərbi Azərbaycanda görüşənə. Dəyişdilər həm ünvanım, həm adım. Tapdağında əzildinmi sən yadın? Haray çəkdim, sənə çatsın fəryadım. Şirin dilli, xoş ləhzəli öz elim. Səni mənim vətən adı sevgilim. Zaman zaman sən hərraca qoyuldun. Zalimlara şikar oldun, ov oldun. Oba, oymaq oyuldun. Daş torpağın yerindəmi debilim? Səni mənim vətən adı sevgilim. Uzun dağlar səndən yaşmaq deyil. Ey izgili vüqarını əyirmi? Uzun həsrət xatirinə dəyirmi? Səndən ayrı üzülmənim iskilim. Səni mənim vətən adı sevgilim.